Nizami filialımız bağlanır. Bütün məhsullar hal-hazırda burada maya dəyərinə satılır. Gördüğünüz sport modeller 25 manatdan başlayır sport modeller. Gördüğünüz bu modellerin hamısı hal-hazırda 75 manatdır. Ellenin modelidir. Bakın. Tucina'nın modeli çok qəşəng bir model. 75 manatdır. Tony Berlucci çantaları hal-hazırda 50% indirimdədir. Kişi modelleri var burada. 35 manattan başlayır. Eynəklər bakın. Çox qəşəng, zövqlü eynəklər. Və kifayət qədər çoxdur eynəklər. Hal-hazırda cəmi 10 manatdır hər yerdə. 25-30 manata satılan eynəklərdir. Baxın. Həddindən artıq çoxdur. Nə qədər istəyirsə seçim var. Və orqanikdir hamısı. Botlar. Dər botlar, təmiz təbii dər botlar 75 manat. Klasik modeller 49 manat. Kristabel yazın. Trendyolda Kristabel modellerdir bunlar. Trendyolda Kristabel yazın. Ne kadar bahalı modeller olduğunu göreceksiniz. 25 manat hansı modellerdir derseniz gördüğünüz bu modeller 25 manata. Necə 25 manat? Birini alırsınız 50 manata. İkincisi tamamıyla pulsuzdur. Türkiye'nin müxtəlif firmalardır. Mesela Irving'in modelidir bu. Birinin arası 50 manata, ikincisi tamamıyla pulsuzdur. Yani biri 25 manata düşür. Sport modeller. Klasik modeller ise birini alırsınız 40 manata, ikincisi tamamıyla pulsuz. Biri 20 manata düşür. Bu yalnız buradaki modellerdir. Buradakiler sağ olun, hayırlı olsun. Buradaki modeller zərərinə satılır. Diğer modeller ise her birisi mayasına satılır. Mesela burada gördüğünüz modeller de Irving'in modelleridir. Ilvi'dir, Pauletti'dir. Bunlar da hal-hazırda maya dəyərinə satılır. Hamısı Türkiye istehsalı. Türkiye'nin müxtəlif firmalarının modelleridir. Yaxınlaşın mağazamıza. Çanta, valizlerimiz de hal-hazırda maya dəyərinə satılır. Bakın kişi modelleri de gördüğünüz bu modeller hal-hazırda 35 manatdan başlayır qiymətlər. Hamısı təmiz təbii dəridir. Kişi modelləri də Türkiyənin müxtəlif firmalarının modelleridir. Təmiz təbii dəridir. Qədər həddindən artıq çoxdur, nə qədər istəyirsinizsə. Yaxınlaşın mağazamıza. Eyni zamanda portmanatlarımız da var. Bunlar da endirimdədir. Və təmiz təbii dəridir. Mağaza niyə bağlanır deyənlər üçün? Baxın, bura McDonald's olacaq. Nizami olun birinci mərtəbəsində. Ona görə birinci mərtəbə tamamilə bağlanıb. Bizim mağazada artıq bağlanır. Buyurun gəlin. Bu endirimlərdən yararlanın.